Salam dəyərli izləyicilər. Deməli, Qərbi Azərbaycan Qayıdış Olimpiyadasının 1-ci mərhələsi nümunəsində sınaq tərtib eləmişəm. Gəlin o sınağın izahlarına baxaq. Əvvəla sınağa keçməmişdən əvvəl onu qeyd etmək istəyirəm ki, mən 100 abunə olmaq istəyirəm. Hədəfim hələ ki odur. Sizdən dəstək olmağı və video like eləməyi xahiş edirəm. Keçdik suallara. Qərbi Azərbaycan təsərrüfat sahələri ixtisaslaşma rayonları. Deməli 3 rayona bölünür. Mərkəzi, şimal-qərbi, cənub-şərqi. Mərkəzi rayon İrəvan aqlomerasiyası düzdür. Cənub-şərqi rayonların ən iyi şəhərləri. Burada böyük qarışırsa işi körzüyür. Böyük qarışırsa deməli şimal-qərbə aiddir. Şimal-qərb rayonu dağ mədən sənayesi, maşınqəmə və qida sahəsi ixtisaslaşmışdır, düzdür. Mərkəzi rayon mis və mis molibden aiddir cənub-şərqə. Cavab 1-3. Qərbi Azərbaycan Alagöz və Qıpçaq dağlarından sonra ən hündür dağ Əjdərha dağıdır. Digər dağlar haqqında da buradakı göstərilən dağlar haqqında məlumat əldə etməyiniz yaxşı olar. Cümhuriyyət Azərbaycan 2 illik müəllimlər institutu 1934-də fəaliyyətə başlayıb. İrəvan Kənd Təsərrüfatı Texnoloji Azərbaycan bölməsi 1928-də. Qəzan məktəbinin Döşçəyin Progimnaziya 1869-da çevrilib. İrəvan Türk Pedaqoji Texnikumu 1924-də, İrəvan müəllimə seminarisi 1881-də yaradılıb. Burada düzəndə 3, 5, 4, 2, 1. Toponimlərlə bağlı səhv fikir A-dır. Çünki yalnız Azərbaycan mənbələri deyil, həm Azərbaycan, həm də erməni mənbələrinin üstünlük vermək lazımdır. Deməli, digərlərin öyrənin ki, bunlar türkməcə toponim düzgün izahını vermək üçün istifadə edilən metodlardandır. Askələşən iki dağlar şəhidinə oxşayacaq bahar fəslinin aldığı mənzərin təsvirinə yer verilməsidir. Müxtəlif dağ adları ikinci dağlarda çəkilir. Nikbin Ovqat birinci dağlarda hakimdir. Aşıq özünün məcnuna birinci dağlara bənzədir. Uşaqlıq illərini yada salması heç birində yoxdur. Dağ Borçası mahalına Allah verdi, Hamamlı Cəlaloğlu Böyük Qaraqesə aiddir. Amma Qızılqoç rayonu aid deyil. Qızılqoç rayonu Şörəyel mahalına aid bir rayonumuzdur. Qərbi Azərbaycan İrəvan şəhərində doğulan İrəvan kişi gimnaziyanı bitirənsə Qafqasiya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Milli Şura üzvlərinin görkəmli dövlət xadimi Teymur bəy Makinskidir. Əziz Əliyev də onu da qeyd edim ki, İrəvan kişi gimnaziyasını bitirib. Buradakı göstərilən görkəmli tarix şəxsiyyətlər haqqında məlumatlar toplayın. İrəvan xanlığı ilə bağlı səhv fikir. Əfşarlar tayfası tərəfindən bəli, Mir Mehdi xan Əfşar tərəfindən əsas qoyulub. 1769-cu Gürcü sayı 2-ci Cəqli İrəvan xanlığı tuta bilməzsə Şörəyel tutur. Bu 1779-cu il yürüşünə aiddir. Urmiya xanlığı Asfərcə düşüb, Ruslar tərəfindən tutulduğu ilə ləğv edilib, səhvdir. 1727-də tutulub, 28-də ləğv edilib. 2-4 səhvdir. Kərim xan Asfərcə düşməyib. Aşıq Əsgərin təbiət əsrundan yayılaq gördüm dağlar. Sovet dövründə 1953-cü ildə kütləvi deportasiya baş verib. 1937-38 Sibirə çaşdıra bilər. O dövrdə repressiya illərinin zirvəsidir bildiyiniz kimi. Lakin 48-53-dür. Qərbi Azərbaycan icmasının emblemi Götügül və tarihliyini simvolizə edir. Türk tərəfindən adını əks etdirən Axta Quqarq Sakdır. Xalq mahallarından biri Göyçə gözəldir. İrəvan xanlığına aid mahallar. Xanlıq deyirsə Naxçıvan çıxmalı. Çünki Naxçıvan öz ayrı bir xanlıqdır. Düzdür. Cavab 40 bulaqdır. Naxçıvanda Dərrəçəkdir. Plus Sədli, Talın, Dərrəçək, müxtəlif mahallar var. Aleksandropol da İrəvan quberniyasına aiddir. Qərbi Azərbaycan iqlimi ilə bağlı səhv fikir. İqlimin onu görə səhvdir ki, Ağrı və Göyçə gölündə maksimumdur. O birislər düzdür. Subtropik zonada yerləşir. İqliminə İran və Kiçik Asiyanın yüksək dağlığa yaxınlığı təsir edir. Düz və dağ tərəzi iqlimi kontinentaldır. Dağ yaylayan və yamacların yağıntılar ildə 500 min düzdür. Erməni vilayəti 28-40-cı illərdə mövcud olub. Ərazisində 1111 kənd mövcud olub. Yalnız 14 kəndin adı ermənicə olmuşdur. Burada doğru fikir, iki fikir də var. Həm Nikolayın fərmanı ilə yaradır, həm də burada ilk kamera siyahını İvan Şopen keçirmişdir. Burada mən səhvlik eləmişəm. Hər ikisi düzdür, C-də Y-də. İrəvan müəllimə sevəmin məzunları həm də Şaxtartiyski, Tağabəy Səfiyev, İbadullah Müğallinski, Əziz Əliyev kişi gimnaziyasında Miskin adlar ümumiyyətlə, yəni 15-ci əsrdə yaşayıb yaradıb Göyçə Aşıq məktəbini. Qərbi Azərbaycan folklorunda hansı şəhər Novruz bayramı, toy və səadətlə əks etdirir? Etnoqrafi mətnlər. Qərbi Azərbaycan toponim hansı əmrlər görə dəyişib erməniləşmə siyasətinə görə nümunə ilə bağlı səhv fikir. Gəraylı deyil, 11 hecalıdır. Təşbih var, amma epitet yoxdur. Təşbih məzmun təkdir. Müraciət obyekti var, eymunisi, mühürbətdir. Yəni yadınızda qalsın ki, ədəbiyyatçılar bilər.
Şairin adı işləmişsə o mühörbətdə, yəni son bənddə. Qoşmanın ilk bəndi səhvdir. Xüsusiyyət bəylə-bəylinə aid səhv fikir. Səhvlə döndürək mövzusu düzdür. 17-ci ikinci yadda yaradılıb. Mərkəzi İrəvan şəhəri olub düzdür. Nadir Şah şəhərini ləğv edib. Nadir Şah ləğv edə 3 bəylə-bəyli yaratdı. 1124-cü İstanbul müqaviməsi Osmanlılarda qalıb düzdür. Şah 1-ci Abbas tərəfindən yaradılması səhvdir. Qərbi Azərbaycan Təbür rayonlarına aid. Qərbi Azərbaycan İrəvan Çuxuru hövzəsiyə Tavuş, Zəngəzur, Paşalı kimi təbir rayonları vardır. Lor Pənbəyin təbir davamlı Tavuşa aiddir heç biri. Arazın sol sahili və on qollarına əhatə edir, İrəvan çuxuruna aiddir. Təbii şəraitinə görə İrəvan çuxuru hövzəsinə bənzəyir. Bu aiddir Paşalıya. Meşə və dağ çöl üstünü təşkil edir və əlvan metal yataqları da Zəngəzura aiddir. Axtar rayonu Qırxbulaq mahallında yerləşir. Dəmir ehtiyatları zənciridir. Axta ellərdə dəmir ehtiyatları zənciridir. Həmçinin birlikdə Qırxbulaq mahalındadır. İkisi bir yerdə bu Qırxbulaq mahalını əhatə edir. Bir küçüdür. Cənub-şərqə aid deyil, o mərkəzə daha çox yaxındır. Göyçə gölü ətrafındadır, o da səhvdir. Göyçə məktəbi 15-ci əsrdə yaradılıb. Qəsr şirin sözləri İrəvan səhvlərdə 1639-da, Erməni Vladimir 1828-də, İrəvan quberniyası 1849-da yaradılıb. Əxlaq tərbiyə mövzuya yazılı şeirlər gərək də olmazdı. Güləndam düşdü qadın gözəlliyinə aiddir. Çıxıbdı görməni ictimai, gedibdi yar motivlidir. Yaylaq gördümdəki təbiət motivli. Allah dəşim rayonlarımız Ellər Abovyan Qarakizə Sisyandı. Yerdə qaranlıq Martin olub. Daha sonra Axtah Razdan olub. Çəmbərək Vardens olub. Ona görə o bir variantlarda səhvdir. İrəvanda məşhur Sərdar sarayı memarı Mirzə Cəfərdir. İrəvan xanlığına aid deyil, 15-ci əsrə göyməcidir. 15-ci əsr göyməci Cahanşah tərəfindən Təbrizdə tikilib. Ona görə səhvdir. Digərləri aiddir. 18-ci əsr göyməci 1364-də tikilib. O aiddir. İfadəyə qazın yatağına aid uyğunluq gözlənilməmişdir. Mis molibdən qazanan ağarək dəstəkdədir. Qızıl zotdadır. Bunları yadda saxlayın. Dəmir axtı ellərdədir. Misbit, Allahverdi, Qapan, Şamlıqdadır. Düzdür. Həsən nənə, Həsən baba qoşadır. Xoşbulaq yayləsi xoş tamaşadır. Arsız aşıq elsiz niyə yaşadı? Ölsün ələscər tək qulların dağlar. Deməli, əziz izləyicilər, kanala bir daha deyirəm ki, abunə olub, like eləməyi unutmayın. Sağ olun.